çox əziyyət çəkilən məqam hansıdır bilirsən Məsumə xanım? Ən çox əziyyət çəkilən məqam şagird ki, mənim fikrim yoxdur. Mənim o bölmə haqqında fikrim yoxdur. Mən neyniyəcəm ki, necə fikir söyləyəcəm? Burada problem ingilis dildə deyil, burada problem Azərbaycan dilində. Ola bilər bir şagirdin fikri olmasın. Ola bilər mi mən? Ya mümkün deyil bir insan bir şey haqqında fikri olmasın. Sizin bilmədiyiniz bir söhbət haqqında necə fikriniz ola bilər? Necə? Sizin bilmədiyiniz bir şey haqqında necə fikriniz ola bilər? Bilmədiyim bir şey haqqında necə fikrim olur? O qəşəng sual verirəm. Deyim sənə? Gəl bir dənə sual qıraq. Ya bir sual qıraq. Məntiqlə sənin fikrin olmamaq versiyası yoxdur. Olmamaq versiyası. İnternet faydalıdırmı? Sənə 2 dənə versiya verirəm. Useful, düzdür ki, unuseful. Ya birinci bundan başlayaq. Birinci bunlara cavab verək. Uğur, faydalıdırmı? Bax, sual verirəm, qardaş, konkret yanaşma lazımdır. Deyirəm ki, internet faydalıdırmı? Sən deyirsən ki, mənim fikrim olmaya bilər. Bəlkə mənim fikrim yoxdur. Mən də sənə gəlirəm də, o hissəyə gəlirəm. Yəni, demək istəyirəm ki, məntiqlə fikrin olmaya bilməz. Yəni, mütləq olmalıdır. Necə gətirirəm? Birinci sual verirəm, faydalıdırmı? Cavab ver. İndi niyyəsini de mənə. Məsələn üçün bir dərs haqqında məlumatım yoxdur, onu öyrənmək üçün girə bilərəm. Aşsın, fikir söylədin. Okey, bu həll olundu. İndi, faydasız yeri, məqamı var mı? Faydasız olan. Bu haqqda fikri var mı? Gərəksiz məlumatlar var. Bizi yayındıra bilər və yaxud da ki, oyunlara görə, mənim platformalara görə nə qədər şagird bilirsiniz də, problemlər yaşayır. Mənfi cəhətləri var. Var. Aha, biz dedik, yes. Buna yes dedin, düzdür? Yes. Buna da yes dedik, bəli. İkisine de yes dedik. Faydalıdır niye? Faydalı değil niye? Niye? Faydalı değil. Bunu da səbəblərini gətirsən. Gətirdin, verirsən, conclusion'u verirsən. Fikri bitirsən. Yəni, fikrin olmamağı ihtimalı yoxdur. Struktur olarak birinci neyimizi verəcəyik? Fikrimizi bildirəcəyik. Burada sizin için tapşırıq hazırlamışam. İstiqamət verici tapşırıqdır. Digər tərəfin, yəni kritisize edən, tənqid edən tərəfin faydalıdır dedim. Qarşı tərəfdə deyir faydalı deyil və qayıdırsan yenidən öz fikir və öz fikrinə əsaslandırırsan, əsaslandıran da səbəblərin, nümunən və sonda nəticəvi neyirsən? Verirsən. Deyirsən ki, internet müasir dövrdə çox faydalıdır. Çünki təhsili, kommunikasiyanı, əlaqəni və gündəlik fəaliyyətlərini dəstəkləyir. Digər tərəf deyir ki, mən düşünürəm ki, internetin negativ tərəfləri var. Təbii ki, internetin negativ tərəfləri var. Hər bir şeyin negativ tərəfləri var. Yaxşılığın belə negativ tərəfi var. Yəni, negativ tərəfi olmayan heç bir şey yoxdur. Şimdi satın əlmək istəyirəm. Bu zihni inkişaf elətdirmək üçün. Yəni, sən doğruya gəlmək üçün düşüncələrində zihni inkişaf elətdirir. Doğruya gəlmək üçün mütləq özünə qarşı nə qoymalısan? Tənqid qoymalısan. Kritisize qoymalısan. Yəni, əks tərəfin fikrini. Siz fikir verirsiniz burada nədir? Fikir söylənilir. O fikrin əksi, fikir söylənilir. O fikrin əksi, qayıdırsan öz fikrini əsaslandırırsan, səbəblərlə, nümunələrlə və nəticə verirsən. Nəticə olaraq deyirsən ki, baxmayaraq ki, internetdən sui-istifadə edirlər, internet
müasir həyatda lazım istifadə ediləndə, müasir həyatda lazım istifadə ediləndə. Məntiqi var burada. Lazım istifadə ediləndə internet bizim üçün nə olacaq? Faydalı olacaq. İstənilən bir şeyi biz lazımda istifadə edə bilərik, lazımsız da istifadə edə bilərik. Bu əslində çox gözəl sual. Bu tələb təklif məsələsi var. Yoxsa mən deyim ki, internet faydalıdır. Mən interneti çox istəyirəm. Mən hər gün internetin üzərində, yəni internetdə platformalar baxıram. Üçün nöqtə. Bu cavab ola bilər. 0 bal. Bu cavab olmayacaq. Və yoxdur, mən interneti sevmirəm, onun üstünlükləri yoxdur, o bizə çox ziyan vurur, mən internetə nifrət edirəm, nöqtə. Belə cavab ola bilər? Belə şeylər yaza bilməz.